Salam dəyərli şagirdlərimiz, dəyərli izləyicilər. Deməli 9 mart din buraxılış imtahanı keçirdi. Belə deyək ki, orada bir sualda şagirdlərin əksəriyyəti səhvə yol vermişdir. Həmin sualın izahına baxaq və izahına baxdıqdan sonra dəyərli şagirdlərimiz görəcəksiniz ki, nə qədər asan sualdır. Yəni sualın işləmə qaydası var. Ən əsası şərti anlamaq lazımdır. Və təbii ki, başa düşürük, həyəcanlı olursunuz, stresli olursunuz. Ancaq yəni diqqətinizi testə yönəltsəz, yəni bu çətin sual deyil əslində. Baxaq izahına baxaq. Məsələn, bizdə nə deyir? Tərz hərəkət zərfinin təsriflənməyən feylə aid olduğu nümunələri müəyyən edin. Təsriflənməyən feylər hansılardır? Məsdər, feil, sifət, feili bağlama. Yəni tərz hərəkət zərfi ona aid olacaq. Birinci cümlədə tamamilə xəbərsiz idi ki, necə gəliblər. Biz bu cümlədə ümumiyyətlə təsriflənməyən feil görmürük. Yoxdur təsriflənməyən feil. Biri avtomatik silirik. Belə danışmağın heç bir əsası yoxdur. Necə danışmağın? Burada belə əvəzlikdir. Tərz hərəkət zərfi deyil. Bu səbəbdən 2 də silinir. Nə üçün? Çünki cümlədə tərz hərəkət zərfi yoxdur. Və variantlardan mən 1-i, 2-ni silsəm, bir dənə variant qalır. C variantı doğru cavabımız olur 4, 5, 6. Yerində baxaq. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb. Burada bəli, gülə-gülə salamlaşında gülə-gülə feili bağlamadır. Bu da feili bağlamadır. Yəni tərz hərəkət zərfi deyil. Şuşada çeyin-çeyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Çeyin-çeyinə döyüşdüyü. Burada ayrıca cümlə özü olmasa da, amma feili sifətə aiddir və çeyin-çeyinə tərz hərəkət zərfidir. Öz uğurlarından iftixarla danışan sədr indi susmuşdu. Danışan feili sifətdir və iftixarla da tərz hərəkət zərfidir. Dilucu təşəkkür edib feili bağlama, dilucu tərz hərəkət zərfidir. Və doğru cavabımız olur C variantı 4, 5, 6. Yəni dəyərli şagirdlərimiz, özünüz də izahdan sonra gördünüz ki, necə də rahat sual idi. Yəni çıxdaş eləməklə də hətta cavabı çıxarmaq mümkün idi. Hər sualın zəif nöqtəsi var, zəif yeri var. Dəyərli şagirdlərimiz, hər zaman mən öz şagirdlərimə də bunu bildirirəm. Şərti anlamağa çalışın. Nə istəyir səndən? Variantların hamısına baxın, əmin olduqdan sonra da cavabınızı seçin. Və hər birinizə uğurlar.